Ona görə buyurur ki, وَكَذَٰلِكَ كُلُّ بِدْعَةٍ اُحْتِسَتْ فِي هَذِهِ الْأُمَّةِ Ona görə, deyir, elə bu ümmətdə ortaya çıxan bütün bidətlər belə olub. كَانَ أَوَّلُهَا صَغِيرًا Əvvəli kiçik bir şeydir. يُشْبِهُ الْحَقِّ Hətta haqqı oxşuyurdu. فَاغْتَرَّ بِذَٰلِكَ مَنْ دَخَلَ فِيهَا Həmin bidətlərə düşənlər elə bu səbəbdən allandılar. Baxdılar ki, haqqı oxşuyur, kiçik bir şeydir. Elə bidətə düşənlərin allanma səbəbləri də bu oldu. Və doğrudan da belədir. Baxın, bugün bidət firqələri var, bildiyiniz. Sufi təriqətlərindən tut, vahdətül vücudçulardan tut, əşarilərdən tut, mu'təzilədən tut, rafizilərdən tut, xavaricilərdən tut. O dağ boyda olan bidət firqələr var, artıq firqədir, məzhəbdir, öz alimləri var. Cildlərlə kitablar yazırlar. Öz məzhəblərinə dəvət edirlər. Həmin o bidət firqələrin əvvəli bilirsiniz nə idi? Balaca bir şey. Balaca bir şey. Ola bilsin, balaca bir fikir. Məsələn, təşəyyü bidəti, yəni şiyəlik bidəti, şiyə məzhəbi, rafiziliyin, gəlin bir anlıq əslinə qaydaq, balaca bir şeydir. Bilirsiniz nə ilə başladı bu rafizilik? Dedilər ki, Əli Osmandan üstündür. Xilafətdə yox, fəzilətdə. Xilafətdə Allah Rasulundan sonra Əbu Bakırdır. Sonra Ömərdir. Sonra Osmandır, sonra Əlidir. Xilafətdə belədilər. Lakin fəzilətdə ümmətin ən üstünü Əbu Bakırla Ömərdir. Üçüncüdə ixtilaf olundu. Əli yoxsa Osman. Şiyəliyin təməli fikir olaraq burada qoyuldu. Qıldıqları namaz sənin mənim namazım idi. Tutduqları oruc sənin mənim tutduğum oruc idi. Eyni səhvdə idilər. Çiyin çiyinə. Eyni imamın arxasında. Amma artıq fikir ayrılığı çıxmışdı. Şiyəliyin toxumu atılmışdı. O da nə idi? Xilafətdə yox. Sadəcə fəzilətdə və ya biraz sevgidə Əlini Osmandan üstün görmək. Böyük bir şeydir, yoxsa kiçik bir şey? Kiçik bir şey. Bəlkə də o dövrdə adi bir şey kimi qarşılayıblar. İmam dediyi kimi. Yüşbihul haqq. Hətta haqqı oxşuyurdu. Bəziləri deyib, doğrudan da elədir də. Əli Osmandan üstündür. Sonra zaman keçdi. Bu məsələ elə belə də qaldı, yox, belə qalmadı. Sonra fəzilət məsələsindən keçdilər xilafət məsələsinə. Dedilər ki, madəm ki Osman fəzilətdə əldən Əli Osmandan üstündür, deməli xilafətdə də Əli Osmandan xilafətə daha layiqdir. Bu artıq zəlalət idi. Niyə? Çünki bütün sahabələri ittiham eləməkdir. Çünki Əlinin müqabilində Osmanın xəlifə seçən kimləri idi? Sahabə. İndi sən deməklə ki, Osman yox, Əli layiq idi. Nə demək istəyirsən? Demək istəyirsən ki, sahabələr haqlı olanı qoydular kənara, haqsız olanı önə çəkdilər. Sahabələr ittiham olundu. Sonra burada durdu, durmadı. Biraz zaman keçdi, insanlar çıxdılar, dedilər, yox, belə deyilmiş. Bəs necəymiş? Elə xilafətə Əli layiq imiş. Və Əli elə bütün sahabələrin əfsəliymiş. Və sonra biraz da illər keçdi, 10 illər, burada da durmadı. Sonra başqa bir fikir çıxdı, o da nə? Sən demə, Əli təkcə xilafətə layiq imiş, yox. Allah Rasulü özündən sonra onu xəlifə təyin edibmiş. Nəticə, sahabilər bunu biliblər, gizləyiblər. Allah Rasulunun vəsiyyətini əmanətə xəyanət ediblər. Əli qala-qala başqalarını xəlifə seçiblər. Burada da durdu, burada da durmadı. Sonra dedilər ki, yox, bu başqa bir şeydir. Əli ilahi bir varlıqdır. İmamət məqamı və Əli ilə kifayətlənmədilər, Əlinin övladları. Sonra gəldi 12 imamçı şiyəliyi ortaya çıxdı. Və s. və ilə axır. Mərhələləri çox uzatmaq olar. Sonra dedilər ki, madəm bu sahabələr Allah Rasulunun bu vəsiyyətinə xəyanət ediblər, deməli Qur'ana da xəyanət ediblər. Deməli əlimizdə olan Qur'an qorunmuş Qur'an deyil, dəyişdirilib. Və sonra nəticə bu oldu ki, 4-5 sahabədən başqa səndimi hamısı kafir imiş
Gəldi. Axırda dedilər ki, fikir verin. Gəlinən nəticəyə baxın. Adi bir misal. Bilirsiniz də Allah Azze və Cəllənin adlarından birisi Əl-Xaliq, yaradan. Deyirlər ki, Allahın bu adının təcəllisi özünü göstərib yalnız Fatimədə, ya da Əlidə, ya da Fatimə ilə Əlidə. Bunda ixtilaf ediblər küfürdə. Yəni nə? Demək istəyirlər ki, varlıq aləmində Allahın yaratdığı 2 dənə varlıq var, ya da bir dənə. Kimdir? Əli ilə Fatimə. Və salam. Allah ki, deyir ya xaliqdir. Yəni Fatimənin və Əlinin xaliqidir. Allah varlıq aləmində Əli ilə Fatimədən başqa heç nə yaratmayıb. Tamam. Bəs bütün bu göyləri, yeri, ərşini, qələmi, kürsünü, mələkləri, cinləri, Adəmi, Muhəmmədi yaradan kimdir? Fatimə ilə Əli. Onların hörmətinə yaranmayıb, ha? Onlar yaradıblar. Necə? Kun fəyəkun. Ol deyiblər, olub. İndi bu küfür əqidəsi ki var, əvvəli nəyinə başladı? İndi qaydaq əvvələ. Nə idi? Hə? Əli Osmandan üstündür. Nəticəyə baxın, zaman keçdikcə nə olub? İndi dərs uzanmasın deyə misallar çəkmirəm və eləcə də digər firqələr. Xavariclər, Sufilər, Cəhmilər və qeyriləri. Baxız, Peyğəmbər deyir bunu, Allah qüdrət əlin vurdu mənim belimə, çiynimə, ürəyimdə, mən deyir, onun sərinliyin hiss elədim. Peyğəmbər deyir, Allah əlin qoyur Peyğəmbərin çiyninə, qüdrət əlin. O yerə ki, Allah əlin qoymuşdur, Əleyhisselam ayağını qoyur. Belimə. O yerə ki, Allah əlin qoymuşdur, Əleyhisselam ayağını qoyur. Peyğəmbər meyraca gedəndə Allah Peyğəmbəri ilə Əlinin adı ilə danışdı. Əlinin səsi ilə. Allah Teala buyurdu, ya Peyğəmbər, Lövləkə ləmə xələqtul əflak. Ya Peyğəmbər, əgər mən səni yaratmasaydım, mən kainatı yaratmazdım, bu varlıq aləmini yaratmazdım. Ləvlə Əliyyun ləmə xələqtükə. Əgər əmin oğlu Əlini yaratmasaydım, səni yaratmazdım. Və ləvlə Fatimə ləmə xələqtukuma. Əgər qızın Zəhranı yaratmasaydım, nə sən Peyğəmbəri, nə də ki, əmin oğlu Əlini yaratmazdım. Allahın ən uca adı Fatimədir. Bu gecə Fatiməyə ant verəndə bil, başa düş ki, ondan o tərəfə yoxdur. O ən uca nöqtədir ki, sən onu dilivə gətirirsən. Ondan uca, ondan əzəmətli Allahın adı yoxdur. Elə ki, gəldün, yetişdün Hüseynin qəbrinin kənarına, rivayət budur, kânə kəmənzarəllâhu fî ərşi. Eləhi elə bil, Allahı ərşində ziyarət edibsin. Eləhi elə bil, Allahı ərşində ziyarət edibsin. Niyə Hüseynin ziyarətinin, qəbrinin ziyarəti Məkkədən yuxarıdır? Niyə Hüseynin ziyarətinin, qəbrinin ziyarəti Məkkədən yuxarıdır? Bilirsən niyə? Şəbiyə gedən, gedək Allahın evin ziyarət eləyə. Amma burada Həzrət deyir, kânə kəmən zârəllahu fî ərşi. Elə bil Allahın özün buradasan ziyarət edirsən. Elə bil Allahın özün buradasan ziyarət edirsən. Dedi ki, kəmənzarəllah fi ərşi. Bundan o yana söz ola bilər. Dedi, kim Hüseyni ziyarət eləsə, elə bil Allahı ərşində ziyarət eləyir. İmam Hüseynin səy və təlaş, səbrinin müqabilində bir söz Allah neynir? Allah gəlir Hüseyndə təcəlli eləyir. Allah İmam Hüseynin vücudunda təcəlli eləyir. Yəni özünü İmam Hüseyndə göstərir. İmam Hüseyin əleyhissalam da Allaha hər şeyini verdi. Allah da elə ona Allahlığını verdi. Bu ona Allahlığını verdi. Allah özün verdi Hüseynə, dedi, Hüseyn Sarullahdır, mənim qanımdır. İmam Hüseyin əleyhissalam Allahın qanıdır. İmam Hüseyin əleyhissalam nə qədər mən varam, o da var.
Belə deyir ki, la fərqə beynəkə və beynəm Allaha deyir işte, ilahi səninlə onlar arasında, yəni Əhl-i Beyt arasında heç bir fərq yoxdur. Bir dənə fərq var. Onlar bəndəndir. Yəni bütün işlər onların əli ilə görülür. Və hətta məsələn bəzi hədislərdə var, çox qəribə hədislərdir. Bunları danışmaq olmur. Görsən danışırsan deyirlər ki, ümumiyyətlə Allah Təbarək və Teala bizim əlimizlə xəlq elədi. Bizim əlimizlə ruzi verir. Bizim əlimizlə öldürür. Hər bir şeyi özlərinə nisbət verirlər. علي عندنا معصوم علي عندنا معصوم علي عندنا يملك الكون علي عندنا خالق الكون هذه كل النقاط علي خالق علي رازق علي مميت علي رب العالمين ما ندعو عندما نطلب حاجاتنا الشخصية والاجتماعية بهذه النظرة يعني أنت دا تدخل على إمام بيده الكون وبيده كل شيء وإذا قال للشيء كن يكون. Gəldilər Peyğəmbərin yanına, dedilər, əntə təqulu innə əliyyən bəşər misluna. Sən deyirdin, Əli insandır, Əli bəşərdir. Və qəd xatəbət şəms bima xatəbə bihil bari nəfsə. Bu dəqiqə günəş onunla elə danışırdı, elə bir günəşi o yaratdı. Günəş öz Rəbbi ilə söhbət edir. Bu dəqiqə bu cürlə danışırdı günəş oyunla. Peyğəmbər demədi, ağzına gələn danışmayın, demədi. Peyğəmbər bilir nə deyir. Bir dənə hədisdə var, Əli Əleyhisselam buyurdu ki, mən öldürənəm və mənəm dirildən. Çox şeylər buyurur burada, əvvəl mənəm, axir mənəm, zahir mənəm, batin mənəm, əvvəl, sonra ənəl muhyi və ənəl muti, mən öldürənəm, mən dirildənəm, ənə həyyülləzi la yəmut, mən diriyəm, heç vaxt ölmərəm ki, gəldilər dedilər Əli Əleyhisselama ki, bir dənə Allahlıq qalmışdı, iddia eləyəsən, onu da elədin. Sələflərin canlısında qayıtdım, dedim ki, imam köməyimiz olsun. O ayət bunlar başlamadı. Nə? Yox, elə dedim, həmd olsun imama. O ayət təsəvvürlə 6 dənə sələfi mən tək. O ayət sən Orxanda dedim, qardaş, mənim Rəbbim imamdır. İlahim imamdır. Qardaş, yəni siz tohidi, tohid olar. Oxtamısan kəmərli başlayıb. And olsun Allaha. Mənim Rəbbim olardı, qardaş. Çünki ola bilmirlər istəyənlər nədir məna. Cabir Əl-Cafi deyir ki, İmam Baqir Əleyhisselama, ey ilahım, sənsən mənim Rəbbim. İmam Əli sənə görə məxluqdur yoxsa? Xaliqdir. Yox, xaliq demirəm, yəni xaliq demirəm hələ, gördün, girmədim ora. Məxluqdur, məxluq deyil. Məxluq deyil. Məxluq deyil? Yox. Onda iki dənə əzəlim. Yəni bunlar ikisi də Allahın bir parçasıdır yoxsa necə? Siz nasıl inanırsınız? Parçası deyil. Allahın buyuruşu şəriətdə iki şeydən soru sorulmaz. Bir Allahın zatından, bir onun hikmətindən. Onda başa düşdüm. Yəni Allahla bərabər ikinci əzəli varlıq Əhl-i Beyt. İmam Əleyhisselam Allahla biri olduğu müddətcə ayrı, ayrı olduğu müddətcə birdir. Başa düşdüm. Əhl-i Beyt Allah'tır deyir, Əli Allah'tır deyir. Sizin kimlər səbəb oldu Şiəli Azərbaycanda dağıldı? İmama cavab verəcəksiniz siz bir-bir. İmamın məzlum günə qoydular, imamı avara günə qoydular. Sizin imam elədiyiniz zülmü bəni xəlifə əhli imamlara eləməyib. İmam Allah'dır, İmam Allah'ın en güzel adıdır bu mənadakı yani. Allah'ın özünü işten çıxardımsınız siz. Allah saçılıb bir quraqda hər şey verir Əhl-i Beytə. Əhl-i Beyti, keçən bir hədis oxuyurlar. Əhl-i Beyt Allah öz zatını yardı, Əhl-i Beyti oradan nur şəklində çıxartdı, öz zatından ayrı çıxartdı. Bunun gətirdiyi hədisə bax günə. Bu boyda müşriklər millət dinimizin sütunlarını aradan aparır sizə. Beləsinə bir din yox. Əgər şiəlik budursa Orxan, əfsərlə sizlə danışmaq istəyirəm. Sən mən səhv salmısan. Mən sənin bildiyin şiələrdən deyiləm, qardaş. Mən belə şiələrdən bəriyəm. İmam gəlib özünün Allahlığını bizə demək, hə? Ana fərq oldu. Elə mən xristiyan olardım, o da deyir isə Allah. Mən şirk əhliyəm. Mənim şirkdə olmağım səni yandırır. Əcəb edirəm. Yaxşı edirəm. Səni yandırır. Əladır, o yandırsın, için yansın. O vilayət məsələsi ki, Əli əleyhissalam onu cəmaata başa salmaq üçün, insanlara çatdırmaq üçün haralardan başlayırdı. Deyirdi ki, Həzrəti Cəbrailə ustad mən olmuşam. Həzrəti Cəbrailə sual verəndə Allah sən kimsən, mən kiməm, o cavab tapa bilmirdi, yanırdı. Mənim səsimdən agah oldu ki, sən xaliqsən, mən məxluqam, bu nə demək lazımdır? O sehirli söz lazım idi, onu demək lazım idi. Adəm əleyhissalam deyir, mənim adımı verdi, Allah onu bağışladı. İbrahim əleyhissalamı, o da bilirsiniz deyir, niyə yandırmadı? Yandırmazdı, çünki onun sülbündə mən var idim. Həzrəti İsmail'i o
bıçaq kəsməzdi, onun sülbündə mən var idim ona görə. İmam Cəfər Sadiq öz səhabəsinə deyir ki, İsa aleyhissalam ona görə ruhullah oldu ki, atam Əlinin qarşısında təzim eləmişdi. Bu məqama baxsan, bu böyüklüyə baxsan, Həzrəti Məryəmə Əli əleyhissalam görsənmişdi. Həzrəti Yunus 70 dəfə, hədis var 70 dəfə bi haqqi Əli və əntə ə'la Allaha demişdi. Sənə ə'lasan, Əliyə and verirəm, məni bağışla. 70 dəfə bu sözü deyəndən sonra Allah onu bağışlamışdı, Həzrəti Yunusu. Həzrəti Yusuf quyudan Əli əleyhissalama təvəssül eləyib çıxmışdı. Əleyhillənənin adamlarından biri gəldi dedi, Əli, uşaqlıqda torpaqla çox oynardın, sənə Əbu Turab deyilər. Həzrət vurdu, nə o cür deyir ki, Allah mənə vurdu ya Mürtəza, ya Əli, bu kili əyaqla, başladım əyaqlamağa, mənim əyağımın altından çıxan palçıqdan Allah Adəmi vücuda gətirir. Əhl-i mühüm məsələdir, qardaşlar. Təkamül odur, paçlıq odur, bütün peyğəmbərlərin elmi onlardadır. Birinin zərrə qədər pisliyə, ləkəliyə adı, soyadı heç yaxından keçməyib. Allah onları nur yaradıb. Bütün ənbiyalar o 14 nurun xatirinə yaranıb. Yenə qayıdaq dostumuzun, şeytanın hekayəsinə. Bir hədis var məşhur, bilirsiniz, yadınıza salım. Əli əleyhissalamın Əbu Zərin məsələsi. Ki deyir, İsa Peyğəmbər suyun üstündə gəzərdi. Əli əleyhissalam nə deyir? İmanın biraz da möhkəm eləsəydi, laf havada da gəzərdi. Təqvasını möhkəm. Deyirsən, mənim suyun üstündə gəzə bilərsən? Deyir, mən gəzərəm, yoxsa sənə də apararam, dağılmışsın. Çıxırlar, bismillah, suyun üstünə. Deyir, Əli əleyhissalam tapşırır ki, sən deyinə, ya Əli, mənə zikr elə. Ya Ali də. Sonra ya Ali deyə gedirlər suyun üstündə. Baxır, görür Əli əleyhissalam nə deyir? Deyir, Əli əleyhissalam deyir ki, ya Allah. Deyir, Allah mənim Allahımdır, mən də deyim də ya Allah. Hələ ya Allah deyən kim bu gedir suyu deyir. Nə Əli əleyhissalam çıxartır? Deyir, mən Allahımı necə tanıyıram, sən məni elə o cür tanıya bilərsən. Onun mərifətinə boydadır, bunun mərifətinə boydadır. Söhbət ondan gedir. Uyğun danışmıram, Məşəd Vasif. Nə bilim, mənim ağlım bunu kəsir də. Mən bilirəm, bundan yaxşısını bilsən, geç çıxsanlar. Ya Ali, Allame-i Tabatabai Təbrizi, müfəssir kəbir Qur'an, bir nəzirdir aləmi təşəyyüdə, əslən cahan İslamda misli yoxdur. Təfsiri Qur'an yazıb. Demiş, bu hədisin mənası budur ki, behiştin sahibi Əlidir. Cunun tapdı. Ey Ali dedi. Ali. Şu arada Peyğəmbər fəqət bir müharibə əlini aparmamışdı. Cəngi Təbuk idi, hansı idi? Xülasə, çox müsəlmanlar dağıldılar. Ondan Cəbrayil gəldi, bir təpənin üstündən çıxdı, dedi, Peyğəmbər səslə əlini. Əzəmun, naudu əliyyəm məzhərəl əcaib. Gəl o məzhər-i əcaib gəlsin, təcudxu onən ləşəfin nəvaib, gələr şəmşiri ilə qəmləri yüər. Kull həmmin və qəmmin səyəncəli, be vilayətikə ya Əli, ya Əli, ya Əli. Cinədir. Ya Əli, ya Əli, ya Əli. Qəmləri nəzərə al, Allah qəmləri yüsün. Ya Əli, ya Əli, ya Əli. Daiş məhv olsun, şiələr nicat tapsın. Cenə denən ya Əli, ya Əli, ya Əli. Deyib, nadəli 110 dəfə deyəsən, qəmuqusda gedər, evində ixtilaf olsa gedər, bu nadə əlini oxusun. Gündə çox çəkməz, 2 dəqiqə, 4 dəqiqə, 5 dəqiqə oxu ki, nadə əlini. Sonra bu nadə əlini Səlman deyib, bir də gördüm, Əli xurma ağacındaydı. Dedin, ləbbeyk ya Rasulallah, düşdü ya. Ya Səlman nəcür, ağa nəcür? Dedi, Səlman dalınca ki, 17 dəfə ayağımı qoydum Əlinin ayağının yerinə. 17 dəsə 1000 kilometr yol. Bir də gördüm meydanı cəngin vəsətində. Əli deyir, Allahu Əkbər. Allahu Əkbər düşməni dağıtdı.
Əlidən məzlum yoxdur aləmdən. Ondan kasanı qaytardım, verdim Fatimə-i Zəhraya. Fatimə-i Zəhra içəndə gördüm Cəbrail əmin mələkə ilə dey, həniyən, məriən ləki ya umməl əbrar vəl-əttar. Ey paçların anası, təharət, quvara olsun sənə, nuş olsun sənə, mən də qoşuldum dedim. Ta verdim Əliyə içə görüm Əlidə nə deyirlər. Əliyə çatanda bir də gördüm mələkə pozuldu, Cəbrail əmin pozuldu. Tamamı aləm nur Allahla doldu. Allah deyir, həniyən, məriən ləkə ya vəliyi, ya xüccəti, ya Ali ibn Əbi Talib. Düzdür, indi bəzi adam bu söz belə yuxu kimi gələcək, o elə gəlsin. Mutu bi qeyzukum Allah Quranda deyir. Ürəyiz partlasın ölür. Amma biz görürsünüz danışırıq, ürəyimiz də partlamır. Sizin bizi narahat edən budur ki, sizin heç olmasa bir nəfəriz olmadı ki, belə ona bir nağıl vəziyyət, Məlik Məmməd nağılı. Yoxdur da, bu xarabada yoxdur, nə edirik? Yeryüzünə ilk insan gələn kimi Allah Adəmə namaz vacib eləməyib, oruc vacib eləməyib, həc vacib eləməyib, zəkat vacib eləməyib, xums vacib eləməyib, əmr biməruf vacib eləməyib, nəhyəz münkər vacib eləməyib, cihad vacib eləməyib, heç nəyi Adəmə vacib eləməmişdir. Heç nəyi. Kərbəlanı amma ziyarət eləməyi şərt elədi. Heç nə yoxdur hələ. Dedi, amma Kərbəlanı ziyarət eləməlisən. İlk iş ki, yer üzündə Həzrəti Adəm görüb, Kərbəlan ziyarət olur. Kim Ramazan ayında bir ayə Quran oxusa, savabı nə qədərdir? Eşidirsiniz. Başqa aylarda bir Quranı oxuyub qutarmaq qədər. Məhərrəm ayında nə? Məhərrəm ayında kim bir beyt şeir oxusa, İmam Hüseyin üçün vəcəbət ləhul cənnə. Demir bağışlanar. Cənnəti Allah ona vacib eləyər. Gəldilər Kərbəla ərazisindən keçəndə, gördülər ki, bir dənə şir yolun ortasında oturubdu. Şir. Yolu tutubdu, heç kimi də buraxmır. Fətəqəddəmə İsa iləl əsəd. Fəqalə ləhu limə cələstə fi həzət təriq. İsa aleyhissalam gəldi, şirə dedi ki, niyə bu yolun ortasında oturubsan? Peyğəmbərlər heyvanların dilini bilir. Heyvanlar da peyğəmbərləri qəşəng tanıyır. Elə bilməyin ki, heyvanlar insanları tanımır. Heyvanlar insanları tanıyır. Dedi, niyə bu yolun ortasında oturubsan? Fəqaləl əsəd. Bilisanin fəsih. Şir tam bir fəsahətli insan dilindən dedi. Yəni, ta insan nətər danışar deyər. O şəkildə fəsahətlə dedi. İnni ləm ədəu ləkumut təriq həttə tələnu yezid. Mən qoymaram siz yoldan keçəsiz ta Yezdə lənət deməyənə qədər. Şir. Dedi, onlar sən iti danışdırım. Dedi, ya Rəsulallah, buyur. Peyğəmbər möcüzə elədi. İtlə danışandan sonra soruşdular ki, səbəbi nə dedi it sənə, sən ona nə dedin? Dedi, mən o itdən soruşdum ki, sən niyə bunları tutdun və nə cür tutdun, sən bağlıydın? Dedi, ya Rəsulallah, düzdür sahibim məni bağlamışdı gündüz. Amma bunlar keçəndə çəpərin o üzündən Həzrət Əlinin qeybətini edirdilər. Mən təvəssül elədim Əliyə, dedim, əgər mənim boynumun zənciri qırılsa, bunları tutacam, Əlinin intiqamını alacam. Elə keçəndə boynumdan açıldı zəncir, getdim, birini tutabildim, o biri qaçdı. Səhəri gün özünə qoyulmadı, o birisi bu işi gördü. Ondan həmən niyyətimə getdim, ikincisini tutdum, dişlədim. Ha, elə belə şey deyir ki, bunu danışan alim Bəşarətül Mustafa kitabına istinad edib. Mən ondan eşitmişəm. Bir əgər o torpaqdan hazırlanmış bir dənə möhür cibində ola, zikir deməyəsən, Allah səni zikr edənlərin cərgəsində yazar. Bir var təsbehi götürmüsən əlvə zikir deyirsən, Allahu Ekber, Allahu Ekber, Elhamdülillah, Elhamdülillah, Subhan. Allah sənə zikrin savabını verir. Amma bir dənə Kərbəla torpağından hazırlanmış təsbehdir, cibindədir, zikir demirsən, ha, fikrin, xəyalın başqa yerdədir. Amma çün cibindədir, Allah sənə o Subhanallahın savabını yazır. Niyə? Kərbəla torpağı var cibində. Əgər buyurur Kərbəla torpağına səcdə eləsən, nə olar? 7 qat səmanı aşar sənin səcdön. Kərbəla torpağına səcdə 7 pərdəni götürər. 7 pərdədən məqsəd 7 dənə səma təbəqədir. Yəni, möhrə səcdə namazını qəbul elətdirər. Ay balam, şeytan sənə bir dənə iğna vurub, 50 il dəli onun kayfındasan. Mən ölüm. İlk cənnətin qapısını döyən Əli əleyhissalamdır.
Peyğəmbər buyurur, Rəaytu alə babil cənnə məktubən. Behiştin qapısına Peyğəmbər deyir, öz gözümlə gördüm yazılmışdı. La ilahə illallah. Muhammed Rasulullah Aliyyun əxu Rasulillah. Ki Allah Taala Həzrəti Əlinin oxşarını səmada yaratdı. Mələklərin Həzrət Əliyə o qədər sevgisi var idi ki, Allah hər dəfə mələklər Allahdan icazə istəyib Həzrət Əli ilə görüşə gəlməsinlər deyə o qədər Həzrət Əlini sevirdilər ki, Allah İmam Əlinin timsalını, bənzərini yaratdı. Peyğəmbər Meyraca gələndə elə bildi ki, Həzrət Əli dedi, ya Əli, məndən qabaq gəlibsən bura. Həzrət Cəbrail əleyhissalam dedi ki, ya Rasulallah, o Əli deyil. O Allahın mələkum minəl mələikə, o Allahın mələklərindən bir mələkdir ki, Allah onu Əlinin surətində xəlq eləyibdir ki, mələklər onun başına dolanırlar. Həzrət Əlinin sevgisini, məhəbbətini ondan alırlar, qoxusunu. Dənizdən keçmək məsələsində qeyd elədik ötən dərsdə ki, Musa əleyhissalam əsasına vurdu, dəniz yarıldı. Burada geniş bir hədislər var, yəni birdən yox, çoxlu hədislər var ki, Allaha and verdi, Allahın Allahlığına, Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm, Allahın yanında olan məqamına, Əli əleyhissalama, xanım Zəhraya, salamullahi aleyha, İmam Həsən əleyhissalama, İmam Hüseyin əleyhissalama xüsusi gözəl dualarla dua elədi. Ondan sonra dəniz onlar üçün yarıldı və ilaxır və s. Fəqanə yətəkəlləm fi bətniha. Bətnində onunla söhbət edirdi. Əli əleyhissalam bətnində anası ilə söhbət edirdi. Əmir əl-Müminin bir dəfə öz anası ilə söhbət edirdi. Anasına dedi ki, anasının yadına saldı. Dedi, bir dəfə sənə təhlükə üz vermişdi filan yerdə. Yadıma gəlir? Deyir, hə, yadıma gəlir. Deyir, neynədin orada? Deyir, Allah'ı çağırdım. İfadə yadımdan çıxıb, Farisül Hicaz dedi, ya kim dedim. Çağırdım, deyir, köməyə gəlsin. Heyvanlardan, yırtıcılardan biri hücum çəkilmiş. Xanım Fatimənin üstünə, Fatimə bint Əsəd. Deyir, bir cavan oğlan gəldi, məni xilas elədi. Əleyhissalam dedi, o cavan oğlan mənəm, ha, gəlib səni xilas eləmişəm. Bu kişini biraz tanıyaq, sonra görək bu əzəmət dəryası, ikinci əzəmət dəryası üçün nə deyib? Səlman deyir, Səlman. Biz necə sevinirik bunları eşidəndə? Şiyə yox. Hədislərimizdə var. Buyururlar, 60 ilin günahlarının kəffarəsinə bərabərdir. Qədirxum günü oruç tutmaq 60 ilin günahlarının kəffarəsi. Yəni 60 ilin günahını bir gün Qədirxum günü insan oruç tutmaqla yuyub təmizləyə bilər. Bu günün orucunun bu qədər əzəməti var. Ki, İmam Sadiq əleyhissalam buyurur, Qədirxum günü fitr və qurban bayramından üstün və əzəmətli bir gündür. Və bu günü tutulan orucun 100 həc və 100 ümrə savabından çoxdur savabı. Yəni bir nəfər 100 dəfə həccə gedə, 100 dəfə ümrəyə gedə, İmam buyurur, Qədirxum günü tutulan orucun savabı o 100 həcc və 100 ümrənin savabından artıqdır. 20 dəfə, ağa dedi 20 dəfə hacca getsin, bir dənə Kərbəlanın savabını alacaqsan. Allaha and olsun, mən bunu Əbəlfəz hərəmində dedim. Almaniyadan nə qədər zavvarlar, Türkiyədən nə qədər zavvarlar. Gecə idi, Əbəlfəz ağanın düz hərəmində idik, bir məclis qurduq orada. Bu sözü orada demişəm. Allaha and olsun, bax sözün böylüyünə bax. Kəbə fəxr eləməsin, ha mən Beytullaham. Kərbəla, qulaq as, sən Allah qulaq as. Kərbəla, əhli dilə bəzlün var. Neçə Kəbə isə sənin fəzlün var. Heç sənin tozuva çatmaz Kəbə. Çünki sənin qolsuz Əbəlfəzlün var. Heç sənin tozuva çatmaz Kəbə. Çünki sənin qolsuz Əbəlfəzlün var. Ağa, güddülər 15 gündən sonra Əli gəldi. Elə ki, Əli gəldi, Peyğəmbər gəldi qabağa, gördü, Xudaya, bu ayaqlar belə part deyil. Görüb səndən nə qədər vəhşi daşdı. Əmir əleyhissalam nəfsi balağa dedi, Allah niyə bu vəhşi daşları intiqab elədi özünə ev? Dedi, getdi o, sadə kişiydi da, kəndi əliydi, hardan getmişmiş, çox sadə imiş. Amma ürək safımış, getdi Məkkiyə, bəli, getdi Məkkiyə, baxdı Allahın evinə, dedi Xudaya, hər nədə əlin varımış,
amma yurt tutmaqda batırıbsan. Dedi Xudaya, hər nədə əlim varmış, amma yurt tutmaqda batırıbsan. Yurt tutmaqda batırıbsan. Burada yer digərib özü ev düzəltdiribsən. Get dolan fırfıra kimi Kəbənin başına. Bütün günü fırran oradan. Nə faydası? Gördü oradan Allah çağırır onu. Allah ışık yandırır, marqat edir. Işık yanır, sönür. Musa dedi, ilahi Hüseyin kimdir? Nida geldi, ya Musa onu biz sana demişik. Seni ondan tanış eləmişik. Ondan Allah özü Musa'ya bak bu cür hitap edir. Dedi, Musa başladı ağlamağa. Allah roza oxuyur, Musa peyğəmbər ağlayır. Dedi, Musa başladı ağlamağa. Allah roza oxuyur, Musa peyğəmbər ağlayır. Allah roza oxuyur, Musa peyğəmbər ağlayır. Allah bu tərəfdən deyir sənə bu ölüm heç nə eşitmir, ələ salır bizi. Bu tərəfdən də deyir, Əssalamu aleykə, ya eyyuhən nəbi. Bizi doluyub bu halda. Ya özü havalıdır, kayıfdadır, hayıfdadır, ne olub valla. Belə deyir, bu tərəfdən, o tərəfdən də belə deyir. Ha? Qeyri-müsəlman gəlir sənin şiyə məzhəbi araşdırır, görür yeganə məzhəb sənsən ki, hələ də Allahla sənin aranda vasitəti bir peyk var. Heç bir yerdə yoxdur. Xristiyan öz İsasını göndərib göyə, Yəhudi öz Musasını bastırıb qəbrə, Sünni öz Muhammedin dəfn eləyib qəbrə, sallallahu aleyhi ve sellem. Yeganə bir dənə sənsən ki, sən peyki saxlamısan. Bildiyiniz kimi hər həftə olduğu kimi bu həftədə siz əzizlərin ürək sözlərini İmam Rıza əleyhissalama çatdırırdıq. Siz əzizlər İmam Rıza əleyhissalama zəng vuraraq ürək sözlərinizi deyirdiniz. Bu həftədə həmçinin inşallah sizlərin xidmətində varıq. Bir çox əzizlərimiz müxtəlif ölkələrdən ürək sözlərini İmam Rıza əleyhissalama çatdırıblar. İmam Rıza əleyhissalama öz ürək sözlərini çatdırmaq üçün zəng vuranlar, SMS yazanlar çoxdur inşallah. Qeyd etdiyimiz kimi bu proqram siz əzizlərin WhatsAppda bizə zəng vurmağı ilə baş tutur. Bizim WhatsAppda nömrəmiz +98 915 441 96 44-dür. İnşallah siz əzizlərin zəngini gözləyirik, zəng vurun və İmam Rıza əleyhissalama sözlərinizi, ürək sözlərinizi çatdırın. Ay insanlar, çətinliyə düşəndə, lap ən çətin məqama düşəndə deyin əl-müstəğasu bikə ya sahibəz zaman. Sənə pənah aparıram, ya imam zaman. Belə deyim. Mən Hazreti Mələ Bəlfəz ağanın özündən istəyirəm. Mən heç təvəssül eləmirəm. Mən elə birbaşa Bəlfəz ağanın özündən istəyirəm. Mən elə birbaşa İmam Hüseynin özündən istəyirəm. O kim nə qəb deyir desin də ki, bu müşrikdir. Eybi yox elə. Biz Həzrət Abbas barəsində qoyub bu formada, bu əqidədə müşrik olaq. Birbaşa Əlidən istəyirəm. Ya Əli, Allaha xatir mənə kömək. Yox, Əlinin özündən istəyirəm. Birbaşa özündən. Olar olmaz, bəli olar. Mən şirk əhliyəm. Mənim şirkdə olmağım səni yandırır. Əcəb eləyirəm. Yaxşı eləyirəm. Mən İmam Hüseyndən istəyirəm. Səni yandırır. Əladır, qoy yandırsın. İçin yansın.